Bill Gates müasir dövrün ən təsirli texnologiya sahibkarlarından biridir. O şəxsi kompüter inqilabının əsas memarlarından biri hesab olunur. Microsoft şirkətinin qurucusu kimi Gates, kompüterlərin hər evə və hər məsaya daxil olmasında əsas rol oynayıb. O təkcə texnologiya sayəsində deyil, həm də xeyriyyətçilik sayəsində dünyanın ən təsirli insanlarından biridir. Bu sənətdə onun uşaqlığı, ailəsi, Microsoft'un qurulması, uğura gedən yolu, şəxsi həyatı və Jeffrey Epstein məsələsi daxil olmaqla bütün əsas mərhələlər ətraflı şəkildə izah ediləcək. Bill Gates'in tam adı William Henry Gates 3'dür. O 28 oktyabr 1955-ci ildə ABŞ-ın Washington ştatının Seattle şəhərində doğulub. O varlı və savadlı bir ailədə böyüyüb. Atası William Henry Gates sör, məşhur və nüfuzlu bir vəkil idi. O hüquq sayəsində çox uğurlu idi və ailədə ciddi və intizamlı bir şəxs kimi tanınırdı. Anası Mary Maxwell Gates isə müəllim idi və daha sonra bank idarə heyətində işləyirdi. O çox aktiv, sosial və liderlik qabiliyyəti olan bir qadın idi. Mary Gates həmçinin müxtəlif xeyriyyə təşkilatlarında çalışırdı. Bill Gates'in iki bacısı var idi. Christy Gates, Libby Gates. Ailəsi Bill Gates'in təhsilinə və inkişafına çox böyük önəm verirdi. Onlar onun intellektual inkişafını dəstəkləyir və daim onu öyrənməyə təşviq edirdilər. Bill Gates uşaqlıqdan çox ağıllı və maraqlı bir uşaq idi. O xüsusilə kitab oxumağı çox sevirdi. Saatlarla kitab oxuyurdu və ensiklopediyalara böyük maraq göstərirdi. O riyaziyyat və məntiq sayəsində digər uşaqlardan daha sürətli inkişaf edirdi. Məktəbdə müəllimləri onun qeyri-adi intellektə sahib olduğunu qeyd edirdilər. Onun valideynləri əvvəlcə onun vəkil olmasını istəyirdilər, lakin onun texnologiyaya olan marağı çox erkən yaşda ortaya çıxdı. Bill Gates 13 yaşında Lakeside School adlı özəl məktəbdə oxuyarkən ilk dəfə kompüterlə tanış oldu. Bu məktəbdə şagirdlər üçün kompüter terminalı mövcud idi. Bu o dövr üçün çox nadir bir şey idi. Bill Gates kompüterə dərhal aşiq oldu. O saatlarla kompüter qarşısında durur, oturur və proqramlaşdırma öyrənirdi. Bu dövrədə o BASIC proqramlaşdırma dilini öyrəndi. Bu, onun həyatını dəyişən ən vacib hadisələrdən biri oldu. Bill Gates məktəbdə Paul Allen adlı bir şagirdlə tanış oldu. Paul Allen Bill Gates'dən böyük idi, lakin onların ortaq bir marağı var idi. Kompüterlər. Onlar birlikdə proqramlar yazmağa başladılar. Onların ilk layihələrindən biri məktəbin kompüter sistemində boşluqlar tapmaq idi. Onlar həmçinin trafik sayan proqram hazırlamışdılar. Bu onların ilk biznes layihəsi idi. Bu dostluq gələcəkdə Microsoft'un yaranmasına səbəb oldu. Bill Gates 1973-cü ildə Harvard Universitetinə qəbul olundu. Harvard dünyanın ən prestijli universitetlərindən biridir. O burada hüquq oxumağa başladı, lakin tezliklə kompüter elmlərinə daha çox maraq göstərməyə başladı. Bu dövrdə o proqramlaşdırmaya daha çox vaxt ayırırdı. Paul Allen ilə əlaqəni davam etdirirdi, onlar gələcək planlar qururdular. 1975-ci ildə Bill Gates və Paul Allen Microsoft şirkətini qurdu. Bu onların həyatında dönüş nöqtəsi oldu. Onlar Harvarddan ayrıldılar, bu böyük bir risk idi. Microsoft'un ilk məhsulu Altair kompüteri üçün BASIC proqramlaşdırma dili idi. Bu məhsul uğurlu oldu. Bu Microsoft'un ilk böyük uğuru idi. 1980-ci ildə Microsoft IBM ilə müqavilə bağladı. IBM Microsoft'dan əməliyyat sistemi istədi. Bill Gates MS-DOS əməliyyat sistemini təqdim etdi. Bu Microsoft'un tarixində ən vacib anlardan biri idi. Bu müqavilə Microsoft'u dünyanın ən böyük texnologiya şirkətlərindən birinə çevirdi. 1985-ci ildə Microsoft Windows əməliyyat sistemini təqdim etdi. Windows kompüter istifadəçiləri üçün daha rahat interfeys təqdim edirdi.
bu kompüterlərin kütləvi şəkildə yayılmasına səbəb oldu. Windows Microsoft'un əsas məhsulu oldu. Bu məhsul Bill Gates'i dünyanın ən zəngin insanlarından birinə çevirdi. 1995-ci ildə Bill Gates dünyanın ən zəngin insanı oldu. O bu statusu uzun illər qorudu. Onun sərvəti 10 milyardlarla dollar idi. Bu sərvət Microsoft'un uğurlu sayəsində əldə edilmişdi. Bill Gates 1994-cü ildə Melinda French ilə evləndi. Onların 3 uşağı var. Jennifer, Rory, Phoebe. Onlar uzun illər birlikdə yaşadılar. 2021-ci ildə boşandılar. Bill Gates və Melinda Gates dünyanın ən böyük xeyriyyə fondlarından birini qurdular. Bill və Melinda Gates Foundation. Bu fond xəstəliklərlə mübarizə aparır, yoxsulluqla mübarizə aparır, təhsili dəstəkləyir. Onlar milyardlarla dollar bağışlayıblar. Bill Gates 2000-ci ildə CEO vəzifəsindən ayrıldı. 2008-ci ildə Microsoft'da gündəlik işlərdən tamamilə uzaqlaşdı. O daha çox xeyriyyəçilik fəaliyyətinə fokuslandı. Bill Gates çox intizamlı və çalışqan idi. O risk almaqdan qorxmurdu. O gələcəyi görə bilən bir insan idi. O çox çalışırdı. Gündə 16 saat işləyirdi. O detal yönümlü idi. Jeffrey Epstein ABŞ-da maliyyəçi idi. Ciddi cinayət ittihamları ilə tanınırdı. Bill Gates'in Epstein ilə bir neçə dəfə görüşdüyü məlum olub. Bu görüşlər 2010-cu illərdə baş verib. Bill Gates bu görüşlərin səhv olduğunu etiraf edib. O Epstein ilə heç bir biznes əlaqəsi olmadığını bildirib. Bu məsələ mediada mübahisələrə səbəb olub. Mübahisələr. Bill Gates bəzən monopoliyaya görə tənqid edilib. Microsoft antitrust məhkəmələri ilə üzləşib. Bill Gates kompüter inqilabının əsas liderlərindən biridir. O strateji düşünürdü. Bugünkü fəaliyyəti. O xeyriyyəçilik edir. Nəticədə Bill Gates tarixdə ən təsirli insanlardan biridir. Onun həyatı risk, zəhmət və zəka üzərində qurulub. O dünyanı dəyişən insanlardan biridir. Statın sonu. Dostlar, videomuzu bəyəndinizsə videonu bəyənməyi və kanalımıza abunə olmağı unutmayın. Sağ olun və Allah amanında qalın.